Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bu gün 9 maydır. Bu gün bütün günü pekarniyada olacağam. Gedirəm işə. Maşınkanı qoydum yuyulsun. Maşınka öz-özünə yuyulmaqdadır. Sonra bunları qəşəngcə siləcəm. Suyunu süzsün, hamısını hazırlarsın. Bu cizgi axıra kimi getsin. Suyu boşaldıram və salam ki, tamam buraları siləsim. Vəbşət indi silində. Ki tez gedim evə. Deməli, qızlar qısa konkret danışmaq istəyərdim. Motu balam gedibdi Ruslana telefon almağa. İşdən sonra çıxıb deyən ticarət mərkəzi bağlanır da, vot-votdur. O işdən gec çıxır həmişə. Mənə yazıb ki, mam, bu ticarət mərkəzində velosiped var. Gəl, eləyəkdir, yarı-yarıya alaq. Mən dedim ki, yox, qoy uşağın 2 dənə pay olsun da. Mən özüm alıram o velosipedi. Məsəl pul göndərim, sən mənim adımdan al günən. Sən də get ucuz öz telefonundan nəsə al, ya da ki, onun telefonun ekranını düzəltdir. Deyir ki, mam, sən bilmirsən, ekran düzəltmək telefon almaqdan baha başa gəlir, deyir. Ondan sonra təzə telefon alaram ona. İndi pul göndərdim, dedim mənim adımdan velosiped al. Dedi çatdıra bilmirəm. Satıcını gözləyirəm ki, gəlsin mənə eləsin də. Konsultasiya eləsin, nədir, haradır, necədir. Velosiped alım. Targovo Center ticarət mərkəzi bağlanmasa gedib tez də telefon alacağam. Tak что ikisi gediblər şeylə. Adaxlısı ilə kömək eləsin, alsınlar, gətirsinlər. Bugün öz adımdan, mən öz adımdan velosiped verim, Motu da öz adından telefon versin. Səbinə öz adından tort verəcəkdir, tort pişirir. Ləlişin də ki, yazığın, indi Motu deyirəm ki, Motu, biz nəsə verəcəyik, Ləlişin pulu varmı ki, pisikməsin də. İndi biri verib, biri verməyəndə adam pisikir. Mən belə fikirləşirəm, nə bilim. Desəm ki, ala bu pulu öz adından ver, götürməz. Deyirsən, deyir varıdır, sən deyir ona platiya, bu pıskınaya platiya pul vermirsən, onu xərcləyir xımır. Qoy xərcləsin. Nəysə, bugün o velosiped işini həll eləyək. Gözümə durmuşdu, inanın Allaha fikirləşirdim ki, hələ Ruslanla bayaqdan dalaşıram. Deməli, Ruslanla bugün Səbinə gediblər velosiped düzəldən yerə. Ki ona bolt qayka nəsə lazımsa nə alsınlar, orada da velosiped düzəldilən yer düzəltsin, ya da yəni usta desin nə almaq lazımdır, bunlar alsınlar, orada düzəltsin. Usta da deyib ki, bizim hər şeyimiz var, biz özümüz düzəldə bilərik, amma bu velosipedin təkərləri polnusu dəyişilməlidir və bu velosiped heç Ruslanın yaşına uyğun deyil. Ruslana görə bu balacadır, ona təkər diametri Ruslanda indi bilmirəm 16-dır yoxsa 18-dir, 20 neçədənsə olmalıdır təkərin diametri. Mənim hər şeydən başım çıxmır, amma internetə yazanda çıxır ki 11 yaşlı uşağa da hansı parametrdə olmalıdır velosipedlər. İndi yol boyu Ruslan dilə tuturuq ki, ay Ruslan, bir zibillik tap onu tulla, mən sənə alacağım və mən sənə ad gününə pay almaq istəyirəm. Mən pay ver, elə adam var ki, pay alanda sevinir, sevincək olur. Elə adam var ki, pay verəndə sevinir. Qoy deyirəm bu şeyi, sevinci məndən alma da, mən sənə pay verim velosipedi. Üstündən çıxsın. Deyir ki, laf sən mənə pay versən də mən bu köhnə velosipedi tullanmayacağam, padyazda saxlayacağam. Bilmirəm niyə. Mənim deyir, pulum var, 5000 çöçölüdə mənə pul veribdir. Ad günümə dayı ilə birləşib pul veriblər 5000. Mən o pulla velosipedi düzəldəcəm. Deyirəm, laf sən o velosipedi düzəltdirsən də, o sənin yaşına uymur. Nəyə lazımdır, balaca velosipedi neynəsən? Gəl ondan sonra, amma ya üstünə pul qoyum, alım, ya da ki, öz pulumdan alım, onu da tullayaq. Pul da səndə qalsın da. Yox, mən bunu tullamayacağım. İndi Səbinə dedi ki, yol boyu dilə tutaram, zibillik görsək tullayarıq. Daha bilmirəm, axırı necə oldu. Görə indi Motu çatdırıb ala bilsə, bugün onun payını verəcəyik, padarkasını. Payını verəcəyik deyəndə elə bil döyəcəyik məsələsinə gəl çıxır. Bugün onun padarkasını, hədiyyəsini təslim eləyərik, Allah qoysa. Səbinə də tortu pişirib də hazırdır, şəklində mənə göndərdi, çox gözəldir, çox qəşəng də alınıbdır, mənim xoşuma gəldi.
Bax, Ruslan özü öz dilinə demişdi ki, Brawl Stars tortu istəyirəm, amma gilə meyvəli olsun. O da pişiribdi, fistaşkalı tort, malina prosloykası ilə. Bu gün onu yiyərik, Allah qoysa. Ondan sonra yaşasın diyeta. Yox, başlasın diyeta. Heç diyetaya həvəsim yoxdur, inanın. Prosta çox köç görsənirəm. Neyse, artıq saat 10'dur. Kassanı bağladım. Durum bu zaryadkamı falan filan yığışdırım. Yavaş-yavaş gedim evə. Şimdi mən artıq çıxdım. Gedirəm evə. Çöl yaman küləklidir. Motu ilə harda necə görüşəcək bilmirəm. Görək də nə fikirləşirik. Deməli, avtobus 10 dəqiqə sonra gələcək. Mən də gözləmədim avtobusu. Peşkum gedirəm. Onsuz da 10 dəqiqəyə mən evə çatarım zaten. Gələndə 4 astanovka gəlirəm. Gedəndə 3 astanovka gedirəm. 3 astanovkanı mən 10 dəqiqəyə gedib çataram evə. Hələ evə gedib çatmamışam. Amma avtobusun da gəldiyi yoxdur, yəni gəlsə bölümdən keçməlidir. Uşaqlar zəng elədilər ki, çörək al. O da ancaq bizim iş yerimizin yanındakı Peterka işləyir saat 11'ə kimi. Qalan Peterkalar onun kimi işləyir. Bağlı dərir. Amma dedilər ki, biz çıxacaq gəzməyə. Yəni özləri çıxacaq gəzməyə. Gedib Perikrostukdan alarlar da. Belə başa düşdüm ki, evdə tək olacağım. Deməli, 11'ə qalıb 20 dəqiqə mən gəldim, çatdım. Altdan yuxarı baxdım, kuxlanın işığı sönlüdür. Tok otağın işığı yanır. Zəng gəldim, dedim ki, çörəyi özünüz alarsınız. Rusik dedi ki, biz çıxırıq evdən, özümüz alarıq. Mən almadım da, bilmədim, bağlıydı. Mağazaya girdim, birinci qapısı açıldı, ikinci qapısı açılmadı. Başa düşdüm ki, onlar işləmir səndimə ondan sonra. Neyse, çatdıq evə. Velosiped yoxdur. Bunu da elman aparmır, elman cimdir bu. Aparmır qalıb burada, velosiped yoxdur. Demək səbinə dilə tutub tulla atdıra bilir. Nə yaxşı. Hələ evdədirlər bunlar. Açmırlar qapını. Ama uşaqların səs gəlir. Bu postayla açılır. Korоче, çıxdım podiyezdən, notu deyib gəlmişəm. Düşün, mənə kömək eləyim. Girdim elə, heç yerə getmirlərmiş, adam aldadılarmış. Ruslan deyir ki, səhər gedib baxacam. Velosipedim orada olsa gedib remont edəcəm. Mən təzə velosiped istəmirəm. Mən başa düşmürəm bu uşağı. Özünə pul versən var ya, vallahi 2 günə yox eləyəcək o pulu. Gedir dostları ilə xərcləyir, gəlir. Yığmaqla heç arası yoxdur. Mamasını oxşamadı da. Mən siz necə yığımcıl insanım. Və bu da bizim təzə velosipedimiz. Bu da ikinci hədiyyəsi. Qoydum bura. Gözləyək, nə vaxt çıxacaqlar bunlar. Heç çıxacaqlar ki. Nə oxuyacaqlar? Hı? Nə oxuyacaqlar? Velosipedin çiğnir. Yoxdur olayımdı. Sibilə. Deyir ki, sabah gedəcəm. Orada olsa götürüb çincələyəcəm. Не надо мне новый, не хочу.
А ты как тут оказалась? Днем рождения тебя. Я без тапок. С днем Ой, я только сейчас заметила. рождения тебя. Da biz nə hoqqadan çıxdıq ki, sən qapını açasan уже. Сможешь рулить? Я не знаю, он же высокий. Ну, а ты уже, тебе сколько лет уже? А? Тебе сколько лет? Русик. 11. О, спасибо. Год, два? Он тоже меня поздравил. поздравил, кстати. Bir Ну, səni öpüm, seni qurban. Qurban. Uş yarışığına qurban, nədə? Baba. Мне кажется, ему 15 закрутили. я тебе хороший купила, Русик. В следующий раз iPhone будет. За старым велосипедом не ходишь. Некуда ставить, даже бутылку. Как? Не важно, да? Это чтобы мало места заняло. Понимаешь? Это кто у нас там? Что-то он какая, не знаю. Burası. Вот для самых чуть-чуть. Ha? Как будто вот чуть-чуть для старых. Для высоких? Нет. Это же обычный велосипед голубого Купишь цвета. наклейки на велосипед, наклеишь, может его... С этим, с надписью «Россия». Хочешь надписи, хочешь огонь, хочешь пламя, Давайте хочешь красить. пламя, хочешь... Какой? Pıstir qapqara eləsin. Qaray koydu da. Вот. А bu uşaq da şey oldu ya, подросток этот. Şunaq belə qəşəngdir də. Гангстер. Разве? Da, belə qəşəngdir. Ну, вообще да, но я думаю, черным будет красивее. Красивее. Красить. Ну, sınıq, yazıları olmayanda nekrasivo görsənir. Kabuta dişovka kimi görsənir. Ну, если нейсе söylesin daha pakaslamaya bak. Qonşularınki da qaradır, amma üstündə yazıları var. А как ты вышла? Svayım xodım. Как? Topu elədim, çölə çıxdım. Yaza qalmışam ki, gedin qapını açın. Heç kim oxumur. Konuşçunun nəvətinə də gəl qapını qırmaq lazımdır. Ты не ходишь? Ну, всем надо. Gedəkdir, buz kimi yerdə dayanma. Да. Это, по-моему, самый дорогой там видео в ТикТоке. Если смотреть, там есть пару видео попадается. Самые-самые телефоны, например, Техно, Android, ну все такое. Bacın dedi ki, ekranı düzəltmək təzə telefon almaqdan bahadır. Bu səncə ikinci telefonundur ki, evdə qalacaqdı, amma işləyən telefon olacaqdı. Уже со стеклом. Вот что с пленки, будешь в пленке? Защита? Нет, кто-то... Защита. Я свечи покрасила. Да, gördüm. Məstan, meyvənin içindən sənin butulkun çıxır. Думала, пусть дети кушают, да? Я планшет. Çay qoydunuz, çay. Просто я тебе ничего не подарю. Я тебя обижать не буду. Я тебя прощаю за все твои поступки. Разрешаю. Davay, çay qoyun, çay çəyin. А я чайник наполнила. Это тебе подарком будет. И подняла за тебя подарком будет. Извиняюсь. Сделаешь. Это уже 100 лет его. Bu da bizim Rusikimizin tortiki. Bu da onun istədiyi Brawl Stars. De görüm Mox niyə yaşıl olmadı? O gerçekten hele açtı. Hə, Ruslan deyirdi, iqrada da o rəhdədir. Да, болотный речка, да? Ты куда пошел без tahvili? Ruslan dedi ki, istəyirəm ki, tortun üstündə обязательно logo olsun и вот этот персонаж. Sonra dedi ki, вот этого хотел, но у него другой скин. Другой наряд вроде бы. Скин я не знаю, что означает.
Tortun kilosu 3 kilo oldu tort. Bu. Da. İçində kəsərik, içində çəkərik. Rusik kəsəcək. Тебе делаем так? Давай. Gəlirsiniz. Çaylar soydu уже. Sınıf sen otur. А то тебя не видно. Sonra demə mən səsimi kəs, mən sən imенно sənin səsi kəsəməyəcəm orada. Ucuzda bir oturaq ağlayacaq axı. Hə, davay. Всё? Ayını çək. Пойте, пойте. С днем рождения тебя! Амина, пой. С днем рождения тебя! С днем рождения! С днем рождения! С днем рождения тебя! Happy birthday to you. Happy birthday to you. Ciddi yandım. Happy birthday, happy birthday, happy birthday to you. Яшма яндрам. Еще раз яндрам. Загадaj желание. Так, загадываем желание. Амина, ты тоже поможешь тут? Только на счет 3, хорошо? Раз, два, три. Туй. Ну, задувай. Помогай, помогай. Раз, два, три. Boşka verin. Амина, ставь строчком, я вас щеткаю вместе. Da. Bu kısa yakışıksın. Ya yine başladılar. Не трогай нож. Kokula bir. Ой, куда? Извиняюсь. Ты не будешь над головой ходить? Все. Давай. Давай, ты чесай. Видишь, Русик, на нож. Сильно толстые не Я делай. решила попробую туда, мне все один был, как обычно. Söyle demem ben sesim kes. А, Можешь пока что вот так вот порезать? Şəbnə bununla götürə bilər. Ha, Səbnə, bununla götürə bilər belə. Ну, пока что да. Вот так вот ровно режь. Вместе порежем? Мама, у тебя есть доска, дай, пожалуйста. Allah. Allah'a vaxtında. Seni kurban beni. Sınıf biraz aşağı. Bir mene. Kucuma. Это надо снять сначала. А вдруг тебе не понравится? Еще kusoklardı nazorat. Özü arıqlamaq istəyənimə bax da. Mənə beləcə kusok. Мам, я не знаю, как получилось уже. Хватит, солнышко, потом. Люди фиста. Вкусно? Потом есть Нет? фисташка. Маме очень вкусно.